Reabilitasiya mərkəzlərindən biri tərəfindən bizim həmkarlarımız narkotik asılılıqdan, içki asılılıqdan müalicə olunması üçün aparılanda Azərbaycanda ilk dəfə o məsələni mən gündəmə gətirdim ki, bu mərkəz həmən şəxslərin görüntüsünü yayımlamamalıdır. O zaman bir qrup şəxs orada şərhlər yazmağa başladı ki, sən istəmirsən, reabilitasiya mərkəzinə qarşısan, bu olmamalıdır. Amma mən izah elədim ki, insanların haqqını, hüququnu pozmaq olmaz və bugün də deyirəm ki, o reabilitasiya mərkəzi kimi və digərləri də orada xəstəyə baxdığını deyən, dərman verən şəxslərin birinci psixoloji tərəfi yoxlanılmalıdır, ikinci onların ümumiyyətlə lisenziyası olmalıdır, yəni qanunla işləməlidir. Amma bugün həmən reabilitasiya mərkəzinin rəhbəri video paylaşır və qeyd edir ki, Nəsimi Nəbizadə qaçıb, bəs biz onu axtarırıq, aparmışdım onu gəzməyə, ayaq yoluna getdim, gəldim, gördüm, yoxdur və s. və ilaxır. Hələ indi də video paylaşıb jurnalistləri ittiham edir. Mən o şəxsin diqqətinə çatdırmaq istəyirəm ki, ümumiyyətlə, apardığın pasiyent, gəzdirdiyin pasiyent əgər itirsə, sən onu niyə sosial şəbəkə vasitəsilə axtarırsan? Yəni, nə zamandan Azərbaycanda axtarışda olan şəxsi sosial şəbəkədə axtarılır? Mənim hüquq mühafizə orqanı işləmir, ya sən polisə müraciət elədin, sənə qulaq asmadılar, sən çox qəşəng süfrə düzəldirsən, oturursan, bir video çəkirsən. Mən istəyirəm yazasınız, bu nədir, bu şoudur, burada məqsəd nədir? Əgər Nəsimi Nəbizadə qaçıbsa, itibsə, onun həyatı səni narahat eləyirsə, sən niyə onun üçün video çəkirsən, paylaşırsan? Niyə polisə zəng eləmirsən, niyə axtarmırsan? Bunun arxasında nə dayanır? Mən xüsusi bir məsələsini diqqətinizə çatdırmaq istəyirəm və təəssüflə qeyd eləmək istəyirəm ki, mən o reabilitasiya mərkəzinin fəaliyyətini tənqid edəndən sonra çox təəssüf ki, hörmətli deputatlarımızdan 2 nəfər ora getdi. Hətta onların ora gedişini qalxan kimi istifadə eləməyə başladılar ki, bəs bilirsiniz, deputatlar bura gəlib, orada nəsə göstərir. Sonra namaz qılırlar, dini müəyyən ayinlər həyata keçirirlər və bununla da özlərinə bir, belə deyək də, bir qalxan düzəltməyə çalışırlar. Amma Azərbaycan hüquqi dövlətdir və mən çox xahiş edirəm ki, bu reabilitasiya mərkəzinin fəaliyyəti və digərlərinin də fəaliyyəti hüquqi olsun, qanuni olsun, işləsinlər, fəaliyyət göstərsinlər. Bir də deyirəm, təkrarən deyirəm, orada şərh yazanların diqqətə çatdırmaq istəyirəm. İşləməlidir, bəli, xidmət göstərməlidir, amma qanuni olmalıdır. Dövlətin qaydalarına uyğun olmalıdır. Bəlkə orada çalışan insanların psixoloji durumu necədir bilirsiniz. Bəlkə orada olan insanlar, narkotik asılılığı olan, içki asılılığı olan insanların zehninin zəifliyindən, xarakterinin zəifliyindən istifadə edib, bəlkə Azərbaycan dövlətinin əleyhinə kadr hazırlayırlar. Nə bilirsiniz? Mən səmimi deyirəm bunu. Bəlkə orada onlara elə dərmanlar verə bilərlər. Kim yoxlayır bunu? Kim yoxlayır? Kim baxır? Kim araşdırır? Bəlkə o mərkəzlər müxtəlif nöqtələrdə fəaliyyət göstərə-göstərə. Siz bilirsinizmi orada hansı planlar cızılır? Orada zombi kimi istənilən adamı yetişdirmək mümkündür. Niyə yoxlamırsınız bunu? Məni ittiham eləmək lazım deyil. Gedib oranı yoxlamaq lazımdır. Məndə olan məlumata görə məhz həmən mərkəz və digərlərindən bağlı şikayətlər var. Düzdür, mənə də yazırlar. Həmən insanlar deyirlər, bizə işgəncə veriblər bir çox mərkəzlərdə. Mən onları biz niyə işıqlandırmıram? Hamısına deyirəm, gedin hüquq mühafizə orqanlara müraciət edin. Gec-tez bu mərkəzlərin hamısına birbaşa lisenziya verilməsi, hüquqi fəaliyyətin tənzimlənməsi həyata keçirilməlidir. Və həmən şəxsə də demək istəyirəm ki, siz bizi peşəkarlıqda ittiham eləyə bilməzsiniz. Bir ayaq yoluna getməklə pasiyentinizi itirirsinizsə, siz indi yaxşı ki, ayaq yolunda daha gec çıxmamısınız, onda yəqin bir çox şeyləri itirmiş olacaqdınız. Yəni, jurnalistləri ittiham eləmək lazım deyil, fəaliyyətinizə çəki düzən verməyiniz daha yaxşı olardı. Sizin orada fəaliyyətiniz məncə dövlət tərəfindən xüsusi nəzarətə götürülməlidir və indi elədiyinizdə sizin itən pasiyenti durub sosial şəbəkədə, Facebookda, TikTokda axtarmağınız özü sual doğurur. Azərbaycanın hüquq mühafizə orqanları ola niyə bu addımı atırsınız? Və mən çağırış eləyirəm bütün hüquq mühafizə orqanlarına ki, bəsdir, yetər, bu şəxslərin fəaliyyətini nəzarətə götürün və bildiyim qədərilə onlarla bağlı da və digərlərlə bağlı da prokurorluq orqanlarına şikayət edən şəxslər və araşdırmada gedir. Və bu məsələdə xahiş edirəm, hər kəs diqqətli olsun, övladını ora etibar edən adamların özləri belə o yerləri diqqətə saxlasınlar.